Salam əziz müəllimlər, hər vaxtınız xeyirli olsun, hər birinizi xoş gördük. Mən Mürsalova Cünnarə, FES Akademinin kurikulum müəllimi. Dəyərli müəllimlər, bu gün sizə təfəkkürə aid inteqrasiyaya və 21-ci əsr bacarıqlarına aid suallardan ibarət sınaq hazırlamışıq. İndi bu sınağın izahını sizlərə təqdim edəcəm. Zəhmət olmasa videonu bəyənib paylaşmağı unutmayın. Deməli, birinci sualla başlayırıq. Verilən tapşırıqlardan biri məntiqi təfəkkürə aid deyil. Gəlin başlayaq, məntiqi təfəkkürün nə demək olduğunu anlayaq. Məntiqi təfəkkür ən sadə təfəkkür növüdür. Haçan ki, biz sadə şəkildə bilikləri təqdim edirik, sadə şəkildə əlaqələndirməyi, səbəb-nəticə əlaqəsini tapmağı bacarırıq, oxuduğumuzu, gördüyümüzü, dinlədiyimizi anlaya bilirik, interpretasiya edə bilirik, izah edə bilirik, ümumiləşdirə bilirik, qruplaşdıra bilirik və s. Bunlar məntiqi təfəkkürə aiddir. Müəllim tapşırıqda mətnin əsas ideyasını tapmağı və əsas hissə ilə sonluq arasındakı hadisələrdə hansı əlaqənin olduğunu müəyyən etməyi tapşırıq verir. Bəli, bu məntiqi təfəkkürə aiddir. Bayaqlarda dedik, səbəb-nəticə əlaqəsini tapmaq məntiqi təfəkkürdür. Şagird ardıcıllığı düzgün apararaq laboratoriyada işini uğurla sonlandırır. Bu da məntiqi təfəkkürə aiddir. Çünki bir işi ardıcıl şəkildə görə bilmək, onu bacarmaq məntiqi təfəkkürün açar sözlərindən biridir. Şagird faktlara əsaslanaraq tapşırığı izah edir. Bəli, bu da məntiqi təfəkkürə aiddir. Çünki faktlardan istifadə edir. Özü gedib heç nə tapmır. Faktı götürür və o fakta əsasən danışırsa, bu məntiqi təfəkkürdür. Əgər şagird öz mühakiməsini, öz argumentini gətirsəydi, fakta yox, öz fikri ilə danışsaydı, bu tənqidi təfəkkürə aid olardı. Şagird mətnə istinad edərək hadisələrin səbəbini ümumiləşdirir və nəticəni şərh edir. Bu da doğrudur, bayaqlar dedik. Ümumiləşdirmək, qruplaşdırmaq məntiqi təfəkkürə aiddir. Y variantına baxaq. Tapşırıqda verilən məlumatlardan hansı ilə razılaşmadığınızı izah edin və öz fikrinizi əsaslandırın. Baxın, müəllimlər, öz fikrinizi deyir. Əgər siz argumentinizi, əsaslandırmanız, mühakiməniz özünüzə aid olacaqsa, bu tənqidi təfəkkürə aiddir. Variant Y variantı. Deməli, davam edirəm ikinci sualla. Aşağıda verilən situasiyalardan birində məntiqi ardıcıllıq pozulub. Müəllim sinifə açıq sual verir. Məktəbin həyətindəki kiçik boş ərazidən nə üçün istifadə oluna bilər? Şagirdlərdən çoxu futbol meydançası, bağ salmaq kimi klassik cavablar verir, amma bir şagird problemin təkcə istirahət zonası kimi yox, məktəbin ümumi fəaliyyətinə töhfə verən bir məkan kimi düşünür. O, həmin yerin həm ekoloji, həm akademik, həm də sosial fəaliyyətləri birləşdirən açıq havada mini-STEM laboratoriyası ola biləcəyini irəli sürür. Deməli, indi biz bütün variantlara baxırıq. Ya bütün variantlarda deduktiv olmalıdır, ya bütün variantlar induktiv olmalıdır, ya bütün variantlar sistemli düşüncəyə aid olmalıdır və yaxud da ya bütün variantlar yaradıcı təfəkkürə aid olmalıdır. Bax, ardıcıllıq deyəndə bizdən bunu istəyir. Dərsdə müəllim sual verir. Əgər məktəbdə şagird davranışında kəskin negativ hallar baş versə, bunu azalda bilərik. Bir şagird məktəbə aid olan davranış qaydalarını dəyişməyi və 3 fərqli istiqamətdə maraqlı ideyalarla çıxış edir. Baxın, A variantında da yaradıcı təfəkkürü gördük. B variantında da yaradıcı təfəkkürü gördük. Deməli, bizdən tələb olunan yaradıcı təfəkkürdür. Azərbaycan dili dərsində müəllim şagirdlərə sual verir. Mətnin əsas ideyasını müəyyən edin. Sinifdəki uşaqlar arqumentlər gətirir. Sinifdəki uşaqlar arqumentlər gətirirsə, bu artıq tənqidi təfəkkürə aiddir. Deməli, bizdən tələb olunan nə idi, müəllimlər? Bizdən tələb olunan yaradıcı təfəkkürə aid olmayan variantı müəyyən etməyimiz idi. Müəllim beyin həmləsi iş üsulundan istifadə edərək şagirdlərə sual verir. Gördüyünüz problemi necə fərqli yolla həll edə bilərsiniz? Baxın, bu da fərqli yol istəyir, yəni yenilik istəyir, yaradıcı təfəkkürdür. Müəllim, əgər məktəbin kitabxanasını daha cəlbedici etmək istəsək, nələri dəyişə bilərik? Şagirdlərin çoxu yeni kitabların alınmasını deyir, amma bir şagird deyir ki, bu yalnız kitablarla məhdudlaşmamalıdır. Həm dizayn dəyişməlidir, həm də kitabların elektron variantı hazırlanmalıdır. Bütün variantlarımız yaradıcı təfəkkür oldu. Bircə C variantı tənqidi təfəkkürə aid oldu. Davam edirəm.
Biri analoji düşünməyə uyğun gəlmir. Gəlin yada salaq. Analoji düşünmə nədir? Eyni situasiyada, eyni hadisədə müqayisə etmək, yəni iki əşya, iki eyni hadisəni müqayisə edirsən və səbəb-nəticə əlaqəsini tapırsan və yaxud da bir-birinə yaxın olan məsələləri müqayisə edirsən və daha doğrunu tapıb çıxara bilirsən. Finlandiyada şagirdlərin oxu bacarığının yüksək olmasının səbəbi məktəblərdə sakit oxu güşələri, geniş kitabxanalar və fərdi oxu saatlarıdır. Müəllim dərsdə soruşur: əgər Finlandiyada sakit oxu mühiti motivasiyanı artırırsa, bizim məktəbdə oxu güşələri eyni nəticələri verərmi? Şagirdlər düşünür ki, oxu güşələri və rahat oturacaqlar marağı artıra bilər. Deməli, Finlandiyada sakit oxu güşələri ilə müqayisə etdik özümüzü. İki məsələni yaxınlaşdırdıq ki, o məsələ bizdə də uğurlu alınarmı? Yəni, onu bir növ ölkəmizə tətbiq etmiş olduq. Abdullah Şaiq və Abbas Səhətin yaradıcılığını müqayisə edən şagird hər iki şairin uşaq ədəbiyyatındakı rolunu müəyyən edir. Bunu hələlik saxlayaq. Arılar qruplar halında işləyərək öz vəzifələrini yerinə yetirir və ən səmərəli nəticəni əldə edirlər. Şagirdlər belə nəticəyə gəlir ki, qrup işi zamanı iş bölgüsü aparmaq onlara uğur gətirə bilər. Mənimlə fikir verirsiniz, arılara baxdılar, onların qrup halında işlədiyini gördülər və şagirdlər də düşündü ki, biz də qrup halında işləsək, nəyisə əldə edə bilərik. Pinqvinlər soyuq mühitdə komanda halında dayanaraq istiliyi paylaşır. Müəllim soruşur: bu təbii proses məktəbdə hansı sosial layihəyə ilham verə bilər? Şagirdlər cavab verir: yeni gələn şagirdlər üçün dost köməyi proqramı hazırlaya bilərik. Yəni şagirdlər o pinqvinlərin bir yerdə qalmasını, belə deyək də, istiliyi paylaşmasını öz məktəblərinə də inteqrasiya etmiş oldular. Müəllim şagirdlərə fərqli metodlara dərs keçərək belə müşahidə edir ki, cütlərlə iş və qrup işi zamanı şagirdlər daha aktivdir. Deməli, şagirdlərdə əməkdaşlıq əsaslı yanaşma motivasiyanı artırır. Müəllimlər, B variantı və Y variantı. Nəyə görə B variantı deyil? Abdullah Şaiq və Abbas Səhət hər ikisinin yaradıcılığını belə deyim, müəyyən edirsən, çünki hər ikisi uşaq ədəbiyyatının nümayəndəsidir və hər ikisinin roluna baxırsan. Analogiya apara bilərsən. Müqayisədir bu da. Amma Y variantında isə müəllim artıq induktiv mühakimə yürütdü. Niyə induktiv mühakimə? Çünki müəllim birinci şagirdlərdə hər hansı bir nümunəni gördü, hadisəni gördü ki, uşaqlar cütlərlə fərdi şəkildə daha aktivdirlər, fərdi şəkildə yox, cütlərlə və qrup işi zamanı daha aktivdirlər və düşündü ki, deməli şagirdlər əməkdaşlıq şəraitində daha gözəl öyrənə bilərlər. Yəni müəllim daha sonra qaydasını çıxartdı. Burada heç nəyi müqayisə etmədi, birini seçib götürmədi, iki məsələni eyniləşdirmədi, yaxınlaşdırmadı. Ona görə də cavabımız Y variantı olacaq. Müəllim şagirdlərə biologiya dərsində geni dəyişdirilmiş və təbii qidalarla bağlı layihə əsasında araşdırma aparmağı təklif edir. Əldə etdikləri nəticələr əsasında sonda şagirdlər slayd hazırlayacaqlar. Müəllim normadan böyük ya kiçik, qeyri-adi meyvə-tərəvəzlər, rəngi, forması süni şəkildə alınmış qidalara diqqət etmələri üçün yol göstərir. Şagirdlər araşdırma prosesindəki fəaliyyətləri ilə bağlı davamlı qeydlər götürür. Həmçinin prosesdə fərqli fikirlərlə rastlaşsalar, məqsəddən yayınmayaraq fəaliyyətlərinə davam edirlər. Bizə deyir ki, verilmiş situasiya ilə bağlı yanlış fikri müəyyən et. Layihə işinin uğurlu alınması şagirdlərdən strateji düşünməyi, informasiya savadlığı, rəqəmsal savadlıq bacarıqları tələb edir. Bəli, bir layihə varsa, orada mütləq rəqəmsal bacarıq da olmalıdır, informasiya bacarığı da olmalıdır, strateji düşünmə bacarığı da olmalıdır. Şagirdlərin birgə öyrənmə fəaliyyətinə cəlb olunması əməkdaşlıq şəraitində işin təşkili üçün uğurlu addımdır. Müəllim həmçinin fənlərarası inteqrasiyadan da istifadə edəcək. Baxın, təkcə fənlərarası inteqrasiya demir, məsələn, burada fəndaxili inteqrasiya da ola bilər, amma həmçinin sözünə görə biz bunu da düzgün götürürük. Çünki biologiyadır, şagirdlər təqdimat aparacaqlar, təqdimat hazırlayacaqlar, meyvə-tərəvəzləri
müəyyən edəndən sonra slaydlar hazırlayacaqlar. Yəni informatika fənninə də inteqrasiya var. Layihə şagirdlərdə metaqognitiv bacarıqları inkişaf etdirməklə yanaşı, onlarda daxili motivasiyanın əhəmiyyətini önə çıxarmış olur. Nəyə görə metaqognitiv deyirik? Çünki axırda deyir, şagird məqsəddən yayınmır, davam edir. Şagirdin məqsəddən dönməməsi bunun özü bir metaqognitiv bacarıqdır. Sonra baxırıq D variantında müəllimin məqsədi şagirdlərdə məntiqi təfəkkürü inkişaf etdirməkdir. Baxın, müəllimin tapşırığına baxaq, ondan sonra görək bu məntiqi təfəkkürdür, yoxsa yaradıcı, yoxsa tənqidi təfəkkürdür. Deməli, şagird geni dəyişdirilmiş və təbii qidalarla bağlı araşdırma aparıb layihə hazırlayacaq. Əziz müəllimlər, bu məntiqi təfəkkürə aid deyil. Şagird qeyri-adi meyvə-tərəvəz, rəngi forması süni şəkildə alınmış qidalara diqqət etməlidir. Daha sonra qeydlər götürməlidir və sonda tapdığı məlumatları slayd formasında təqdim etməlidir. Yəni, burada daha çox şagirddə tənqidi təfəkkür tələb olunur. Layihə şagirdlərdə 21-ci əsr bacarıqlarını formalaşdıracaq. Bəli, biz onu yuxarıda gördük. Elə strateji düşünmək, informasiya savadı, rəqəmsal savad bunlar deməli 21-ci əsr bacarıqlarına aiddir. Davam edirəm. Tarix dərsində müəllim şagirdlərə Osmanlı Səfəvi müharibəsindən, bu müharibənin iki türk müsəlman dövlətini necə zəiflətməsindən və bundan istifadə edən Avropa dövlətlərinin Osmanlı imperiyasının Avropaya doğru uzanan bir çox torpaqlarını işğal etməsindən danışdı. Şagirdlərlə bu mövzuda müzakirə təşkil etdi. Müəllim müzakirə əsasında müşahidə etdi ki, şagirdlər fikirləri əsasında iki qrupa bölünür. Birinci qrup Osmanlıların, ikinci qrup Səfəvilərin tərəfdarına çevrilir. Müəllim yaranmış situasiyadan istifadə edərək, şagirdləri qrup işinə yönəldərək mövzu barəsində araşdırma aparmağı istiqamətləndirir. Şagirdlər elektron vasitələrdən istifadə etməklə yanaşı, məktəbin kitabxanasından da yararlanmalıdır. Baxın, məsələyə baxaq, mövzu nədən ibarətdir? Müəllim nə təşkil etdi, müzakirədə söhbət nədən getdi? Yəni, bunlara siz diqqət etməlisiniz və bizdən doğru olmayan fikri istəyir. Şagirdlərdə tapşırığı yerinə yetirən zaman savadlıq kompetensiyası formalaşacaq. Ola bilər, savadlıq kompetensiyası formalaşsın, çünki savadlıq kompetensiyası nəyə deyilir? İnsan əgər öz fikrini ifadə edə bilirsə, düzgün situasiyalardan istifadə edə bilirsə, insanın yazılı və şifahi bacarıqları varsa, bu savadlıq kompetensiyasına aiddir. Müəllimin prosesi əvvəlcədən düzgün qurmaması şagirdlər arasında yaranmış fikir ayrılığına səbəb olur. Burada varmı fikir ayrılığı? Yox, fikir ayrılığı yoxdur burada. Ona görə elə B variantı bizim səhv variantımızdır. Rəqəmsal bacarıq ola bilər, çünki deyir ki, elektron vəsaitlərdən istifadə edin. Şagird-yönümlü təlimdə subyekt prinsipi də burada müəllim şagirdləri müzakirəyə cəlb etdi. Müəllim şagirdlərdə informasiyanı demək olar ki, inkişaf elətdirdi. Bəli, çünki həm də kitabxanadan uşaqlar yararlanacaqlar. Davam edirəm. Müəllim yeni mövzuya giriş üçün sinifdə müzakirə səhnəsi qurur və şagirdlər iki qrupa bölünərək onlara əks mövqeləri müdafiə etməyi tapşırır. Şagirdlər fikirlərini ifadə etsələr də mövqələrini əsaslandırmaqda çətinlik çəkirlər. Gətirdikləri arqumentlər zəifdir. İddialarını dəstəkləyən faktlar təqdim edə bilmirlər. Müzakirə zamanı müəllim onların məlumat toplama və istifadə olunan mənbələri düzgün qiymətləndirmə bacarıqlarının kifayət qədər inkişaf etmədiyini görür. Deməli, müzakirə baş verdi və bu müzakirədə müəllim gördü ki, bu şagirdlərdə nə yoxdur? İnformasiya savadı yoxdur, mənbəni qiymətləndirə bilmirlər, tənqidi təfəkkür yoxdur. Şagirdlərin savadlıq kompetensiyası tam formalaşmadığı üçün onlar mətnləri dərindən anlamaqda, fikirləri müqayisə edib əsaslandırmaqda çətinlik çəkirlər. Bu səbəbdən tənqidi düşünmə bacarıqlarının planlı şəkildə inkişaf etdirilməsinə ehtiyac var. Bəli, elə A variantı doğrudur. A variantını götürürük. Məsələn, deyir, şagirdlərdə rəqəmsal savadlılıq zəifdir. Burada rəqəmsaldansa savadlılıq kompetensiyasının zəif olduğunu gördük. Yəni, internet üzərindən məlumatı axtarmaqda çətinlik çəkmədilər. Fikirlərini ifadə edəndə çətinlik çəkdilər. Məsələn, mədəni məlumatlılığın buna
aidiyyatı yoxdur. Orada başqa mədəniyyətlərə hörmətdən söhbət gedir. Sahibkarlıqda demişdik, biznesdən söhbət gedir, maliyyədən söhbət gedir. Mühəndislik kompetensiyasında da icaddan söhbət gedir. İcad etmək, texnoloji yenilikdən söhbət gedirdi. Deməli, 7-ci suala baxırıq. Müəllim dərsdə yeni mövzunun mənimsənilməsi üçün şagirdlərə müxtəlif məlumatlar təqdim edir. Məlumatlar həm mətn, həm cədvəl, həm də şəkil formasında olur ki, şagird fərqli mənbələrlə işləməyi öyrənsin. Deməli, müəllim şagirdə mənbəni təqdim etdi. Bu mənbə mətn, cədvəl, şəkil formasındadır. Şagird bunları nəzərdən keçirdəcək, daha sonra təlimat hazırlayacaq. Baxın, yaradıcı təfəkkürü çıxardırıq variantlardan. Qalır 2 variantımız, tənqidi təfəkkür, məntiqi təfəkkür. Əgər tənqidi təfəkkürü götürmək istəyiriksə, burada şagirdin arqumentlərini, şagirdin mühakimələrini görməliyik biz və sistemli şəkildə düşünməyini görməliyik. Ona görə də cavabımız məntiqi təfəkkürdür. Yəni, sadə formada, cədvəl, şəkil formasında ona təqdim olunan məlumatları öyrənə bilir. 8. Siz müşahidə edirsiniz ki, məktəb kitabxanasında bir uşaq son vaxtlar kitab oxumağa maraq göstərmir. Əvvəlki kimi hekayələri həvəslə oxumur və digər şagirdlərlə oxu müzakirələrində iştirak etmir. Bu halı düzəltmək üçün müəllimin atdığı hansı addım səhvdir? Deməli, uşaq məktəbə həvəs göstərmir, oxumur. İlk addım olaraq uşağı fərdi şəkildə söhbətə dəvət etmək faydalıdır. Sakit bir mühitdə danışaraq niyə marağının azaldığını, hansı mövzuların onu cəlb etdiyini öyrənmək olar. Bu düzdür. Şagird onun maraqlarına uyğun kitablar və oxu fəaliyyətləri təklif edilməlidir ki, şagirdə onun oxuya həvəsi artsın. Bu da düzdür. Şagirdləri oxu müzakirələrinə cəlb etmək, uğurlarını müsbət şəkildə vurğulamaq və təşviq edici rəylərdən istifadə etmək olar. Təşviq edici rəy o deməkdir ki, yəni biraz da ona həvəsə gətirirsən, onu motivasiya verirsən. Bir var tərifləyirsən, bir var təşviq edirsən, yəni sövq edirsən. Müəllim şagird üçün kitab seçib, onu oxumağa verərək şagirdi motivasiya edə bilər. Təbii ki, bu artıq müəllim yönümlü yanaşma oldu. Davam edirəm. Müəllim müşahidə edir ki, məktəbin idman zalında uşaqlar basketbol məşqi zamanı bir-birlərinin fikirlərini dinləmirlər, eyni anda topa sahib olmaq istəyirlər. Bu səbəbdən məşq zamanı qarışıqlıq yaranır. Bu situasiyada müəllimin hansı addımı düzgün olar? Dərsin sonunu gözləmədən məşqi dayandırır, oyunu ləğv edir. Olmaz. Heç bir qayda qoymadan uşaqların tək başına oynamasına şərait yaradır. Olmaz. Bəzi problemli şagirdləri nəzərə almadan fəaliyyətə davam edir. Olmaz da, yəni bunların heç biri problem həll etməni göstərmədi bizə. Bir dərsliyi cəzalandırmaq, cəza ümumiyyətlə olmaz. Məşqin strukturunu dəyişə bilər, uşaqları kiçik qrupa bölə bilər, hər qrup üçün tapşırıqlar, qaydalar təyin edə bilər. Bəli, Y variantı doğrudur. Məktəbdə laboratoriya dərsi zamanı bir uşaq kimyəvi eksperimentlər apararkən təhlükəsizlik qaydalarını göz ardı edir. Eyni zamanda digər şagirdlərlə danışaraq dərsin gedişinə mane olur. Müəllimin əvvəlki xəbərdarlıqlarına baxmayaraq bu davranışı davam edir. Baxın, müəllim əvvəlcədən də xəbərdarlıq edir, amma bu uşaq yenə də öz bildiyinə davam edir. Eksperimentlər zamanı təhlükəsizlik qaydalarına əməl etmir. Hansı addım atmaq deyir, doğru olmaz. Uşağı sakit bir mühitə, söhbətə dəvət etmək lazımdır. Təhlükəsizlik qaydalarını, dərs zamanı diqqətin vacibliyini izah etmək lazımdır. Ola bilər. Düzgün davranış göstərdiyi zaman onu tərifləmək, müsbət rəy vermək də şagirdin davranışını dəyişə bilər, daha doğrusu. Uşağı sərbəst buraxmaqla ona sərbəst şərait yaratmaq lazımdır. Bununla uşaq öz bacarıqlarını göstərə biləcək. Təbii ki, bu sərbəstlik lazımdır, amma qaydalara da əməl etmək lazımdır. Onda C variantı səhv variantdır. 11. Cədvəli tamamlayın, düşünmə formalarını tapmalıyıq, gəlin baxaq. Şagird bir layihə üzərində işləyərkən mövcud məlumatları təhlil edir, müxtəlif mümkün nəticələri hesablayır və ehtimallar əsasında qərar verir. Şagirdlər qurğuların necə işlədiyini müəllimin izahatı olmadan şəkil və sxemlərə baxaraq kağız üzərində öz modellərinin çertyojunu çəkirlər. Baxın, şəkil, diaqram, cədvəl, çertyoj, xəritə. Bu hansı düşüncədədir? Qeyri-verbal düşüncədədir. Məqsədinə çatmaq üçün yeni və gözlənilməz yanaşmalar tətbiq etmək, fərqli perspektivlərdən çıxış etmək divergentə aiddir. Şagird bir layihə üzərində işləyərkən mövcud məlumatları təhlil edir, mümkün nəticələri
hesablayır və ehtimallar əsasında qərar verir. Bu da analitik düşüncəyə aiddir. Deməli, cavabımız nə oldu? Analitik, qeyri-verbal, divergent. D variantı. Davam edirəm. Şagirdlərdən biri akademik cəhətdən zəifdir. Dərs zamanı müəllimin suallarına cavab verməkdə, tapşırıqları yerinə yetirməkdə çətinlik çəkir. Buna görə də onun özünə inamı günü-gündən azalır. Müəllim hansı addım atsa, şagirdin öz güvəni arta bilər. Müəllim güclü şagirdlərdən birini lövhəyə çıxarıb ona çətin suallar verə bilər, səhv etmək anlayışını formalaşdıra bilər. Səhvdir. Şagirdin potensialına uyğun daha asan, daha sadə tapşırıqlar verə bilər. Əgər bunun əvvəlində, axırında daha doğrusu desəydi ki, yavaş-yavaş mürəkkəb tapşırıqlara keçə bilər, B variantı doğru olardı. Amma hal-hazırda B variantı doğru deyil. Müəllim qrup işi təşkil edərək şagirdin fəaliyyətini izləyə bilər, düzgün fasilitatorluq edib ona istiqamət verə bilər. Bəli, C variantı bizim doğru variantımızdır. 13. 7-ci sinifdə dərs deyən Sevinç müəllimə qrup işi tapşırığı verir. Şagirdlər dərslərdə kiçik qruplarla işləyir, problemləri birlikdə həll edir. Təqdimatlar hazırlayır, rubrikə əsasən bir-birlərini qiymətləndirirlər. Lakin müəllim müşahidə edir ki, eyni şagirdlər müzakirədə fəal iştirak edir, ideya verir, təqdimatlara çıxış edir. Digər bir neçə şagird isə ancaq yazılı hissədə köməkçi rolundadır. Müəllimin hansı addımı uğurlu olar? Müəllim qrup işində iştirakın keyfiyyətini artırmaq üçün diferensiallaşdırılmış tapşırıqlar təqdim etməlidir. Gəlin, baxaq görək, var idimi yuxarıda? Amma bəli, diferensiya ola bilər. Diferensiya nədir? Uşaqlara müxtəlif məlumatlar verirsən və onların hər birinin işləməsinə şərait yaradırsan. Müəllim bütün şagirdlər üçün eyni rol, eyni tapşırıq olmaz. Müəllim qrup daxilində rol bölgüsü tətbiq edə bilər. Bəli, rolları əvvəlcədən müəyyənləşdirə bilərlər uşaqlarla. Bu da işin gedişatını asanlaşdırar. 1, 3. Müəllim passiv qalan şagirdləri müzakirələrə məcbur etməlidir. Məcbur sözü olmaz. Müəllim şagirdlərin fəaliyyətini yalnız qrup nəticəsinə əsasən qiymətləndirməməlidir. Fərdi iştirak səviyyəsini də nəzərə almalıdır. Bəli, 1, 3, 5 bizim doğru cavabımızdır. Yəni, şagirdlər əgər fərdi şəkildə qrup daxilində işləyirsə, bəzən müəllim bunu da görməlidir və bunu da qiymətləndirməlidir. Məsələn, biz adətən şagirdin təkcə akademik bacarıqlarını qiymətləndirməli deyilik. Şagirdin həm də sosial bacarıqları qiymətləndirilməlidir. 14. Qlobal ticarət və iqtisadi inkişafı coğrafi baxımdan bəzən qeyri-bərabər paylanır. Böyük iqtisadi güclər arasında ticarət mübahisələrini araşdırın və bu mübahisələrin regionlar üçün geosiyasi təsirlərini əsaslandırın. Baxın, burada yaratmaq yoxdur, abstrakt təfəkkür, yəni mücərrəd təfəkkür yoxdur, müqayisə etmək yoxdur. Məntiqi təfəkkür də bu tapşırığa çoxdur. Yəni, bu tapşırığın cavabı tənqidi təfəkkürdür. Çünki şagird araşdırma aparmalıdır, əsaslandırmalıdır, geosiyasi təsirləri əsaslandırmalıdır. A variantı. Müəllim 19-cu əsrdə Azərbaycanda maarifçilik və ictimai-siyasi ideyalar mövzusunda sinifdə debat təşkil edir. Müzakirə zamanı bir şagird maarifçilik hərəkatının tərəqqiyə təsiri mövzusunda öz fikirlərini qətiyyətlə əsaslandırır. Lakin bu zaman o digər şagirdlərin fikirlərini tez-tez kəsir, xüsusilə daha sakit və utancaq şagirdlərin müzakirəyə qoşulmasına imkan verir. Tarix dərsində şagirdlərin həm ictimai-siyasi fikirlərini təhlil etməsi, həm də mədəni diskussiya bacarıqlarını inkişaf etdirməsi üçün müəllimin hansı yanaşması daha məqsədə uyğundur? Debat təşkil olundu. Debatda hər kəs öz fikrini qətiyyətlə əsaslandırır, amma debatda ünsiyyət səriştəsi yoxdur. Ünsiyyət, əməkdaşlıq, bir-birini dinləmə mədəniyyəti uşaqlarda yoxdur. Şagirdlər səsvermə yolu ilə debat lideri seçməlidir. Bu doğru qərar deyil. Çünki bu şagirddə əgər ünsiyyət bacarığı yoxdursa, müəllim lider seçməklə bu işi həll edə bilməz. Hər bir şagirdin özünü ifadə etməsi üçün eyni müddət tanımalı, danışıq ardıcıllığını yalnız müəllimin siyasi üzrə davam etdirmək lazımdır. Bu da doğru deyil. Əvvəli doğrudur, amma axırı doğru deyil. Aktiv şagirdin maarifçi ideyaları daha yaxşı bildiyi üçün onun çıxışlarına daha çox yer verməlidir. Ayrı-seçkilikdir, olmaz. Müzakirədə tez-tez müdaxilə edən şagirdə liderlik bacarıqlarını tərifləyərək onun dominantlığını sinif üçün motivasiya edici nümunə kimi göstərmək lazımdır.
bir şagirdin fəaliyyətini tərifləyib, onu sinifə örnək göstərmək doğru addım deyil. Müəllim müzakirədən əvvəl danışıq qaydalarını müəyyən etməlidir, emosional zəkanı şagirddə formalaşdırmalıdır və empati hissi aşılamalıdır. Çünki uşaqlar emosional zəka nədir? Münasibətlərin idarə olunması var. Məsələn, orada hansı bacarıqlar var? Liderlik, sosiallıq, verbal bacarıqlar, qeyri-verbal bacarıqlar, ünsiyyət zamanı qarşı tərəfi dinləmək, konfliktləri doğru şəkildə həll etmək, müəyyən fikirlərdə kompromisə getməyi bacarmaq bu emosional zəkaya aid ola bilər. Ona görə də Y variantı bizim doğru cavabımızdır. 16. Riyaziyyat dərsində şagirdə hesablama əməli verilir və şagirdə verilmiş şərtə görə situasiya fikirləşib yazmağı, məsələ qurub həll etməyə tapşırırlar. Tapşırığın icrası zamanı şagird həm də situasiyanı izah etməlidir. İnteqrasiyanın növünü müəyyən edin. Baxın müəllimlər, bu qəbula düşmüşdü 2025-ci ilin MİQ imtahanının 2-ci seansının sualıdır. Riyaziyyat dərsində şagirdə hesablama əməli verilir. Bu birinci məzmun xətti oldu. Daha sonra şagird məsələ qurmalıdır. Məsələ qurub həll etmək 5-ci məzmun xəttidir. Ona görə fəndaxili inteqrasiyadır. Bəzi müəllimlər burada situasiyanı izah etmək, yazmaq sözünə görə Azərbaycan dili fənnində götürmüşdü, amma cavab doğru çıxmamışdı. Yəni burada sırf məsələ yazmaq Azərbaycan dilini əhatə etmir. Məsələn, mən hər hansı bir riyaziyyatçı haqqında gedib bir esse yazsam, o olardı Azərbaycan dili fənni. Yaxşımı? Amma məsələ yazmaq, onda belə çıxır ki, mən biologiya dərsində lövhədə nə yazıramsa bu Azərbaycan dili inteqrasiyasıdır və yaxud da kimya dərsində lövhədə nə yazsam bu Azərbaycan dili dərsinin inteqrasiyadır. Diqqətli olun bu cür suallarda. Yəni inteqrasiya deyil də, Azərbaycan dil fənni üçün inteqrasiyada orada biz ya dil qaydaları olmalıdır, ya biz mətnlərin təhlili olmalıdır və s. Yanlış fikri müəyyən edin. Əgər təhsil verən təhsildə bərabər imkanlar yaratmalıdır deyiriksə, bütün şagirdlərə eyni üsulla öyrətmək və eyni resursları vermək, eyni qiymətləndirməni aparmaq kimi başa düşülsə, o zaman inklüzivliyi yaratmağa nail ola bilməz. Yəni təlimdə bərabər imkanlar deyəndə eyni resurs, eyni qiymətləndirmə verirsə, bu doğru yanaşma deyil. A variantında bizə onu deyir. Doğrudur. Şagirdlər arasında qarşılıqlı hörmət və qəbul hissini gücləndirmək üçün sosial-emosional fəaliyyətlərə yer verin. Doğrudur. Sosial-emosional fəaliyyətlər nədir? Onun 5 komponenti var. Növbəti dərslərdə biz inşallah keçərik. Ümumiyyətlə, sosial-emosional sözün mənası odur ki, məsələn, mühit daxilində də uşaqlar öz emosiyalarını idarə etməyi bacarmalıdırlar. Müxtəlif öyrənmə tərzinə malik şagirdlər üçün vizual, eşitmə və kinestetik resurslardan istifadə edin. Doğrudur. Valideynlərin məktəbə cəlb olunmağa və övladlarının təhsili üçün müəllimləri ilə əməkdaşlıq etməyə təşviq edin. Düzdür. Sinif müzakirələrində aktiv şagirdlərin fikir bildirməsi üçün şərait yaradın. Əlavə ehtiyacı olan şagirdlər üçün isə sinifdən kənar ayrıca dərslər təşkil edin. Onda burada inklüzivlik pozuldu, diferensiallıq pozuldu, təlimdə bərabər imkanlar pozuldu. Mən şagirdi əgər bizim məqsədimiz inklüziv mühitdə təhsil alan şagirdlərin hamısını təhsilə cəlb etməyimizdirsə, niyə biz onlara ayrıca dərs keçməliyik? Y variantı səhvdir. Valideyn məktəb qaydalarından narazıdır və öz fikrini açıq şəkildə ifadə edir. Müəllim hansı addımı atmalıdır ki, həm narahatlığı aradan qaldırsın, həm də pozitiv əməkdaşlıq ruhu yaratsın. Baxın, A variantında deyir ki, müəllim valideyn komitəsini bu işə cəlb etməlidir. Valideyn komitəsi işə cəlb olunursa, məsələ biraz da qəlizləşər. Səhvdir. Valideynlərin fikirlərini dinləmək üçün onlayn platforma yaradıb, mütəmadi anketlər keçirtmək və alınan rəy əsasında məktəb rəhbərliyi ilə birgə qaydalarda dəyişiklik etmək olar. Bəli, B variantı həm pozitiv, həm də əməkdaşlıq ruhunda bir yanaşmadır. Amma müəllim deyir ki, valideynin fikrini nəzərə almamaq, yəni qaydalar budur, bunu etməlisiniz, səhvdir. Daha sonra müəllim problemi tək həll etməlidir, bu da səhvdir. Valideynin narazılığını azaltmaq üçün onlara sinifdəki problemlərin real vəziyyəti ilə bağlı daha az məlumat vermək lazımdır, bu da səhv variantdır. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Doğrudan doğru, yanlışdan yanlış götürməliyik, amma burada yerləri səhv düşüb. Doğru, yanlış.
İnteraktiv təlimdə şagirdlər yalnız passiv dinləyici deyil, araşdıran, müzakirə edən və bilik əldə edən aktiv subyektdir. Bir düzdür. Şagirdlər yalnız müəllimlə deyil, həm yaşıdları ilə də qarşılıqlı fəaliyyətə cəlb olunması təlimin interaktiv xarakter daşıdığını və öyrənmənin sosial kontekstdə baş verdiyini göstərir. 2 də düzdür. Elə burada uyğunluq 1-2-də olacaq. Deməli 3-də düz olacaq, 4-də düz olacaq. Yenə də baxaq. Qarşılıqlı öyrənmə mühitində təşkil olunan interaktiv təlim strategiyaları şagirdin sosial bacarıqlarını, empati qurmaq imkanlarını genişləndirir. Düzdür, götürmürük amma, çünki bizə yanlış fikir lazım idi. İnteraktiv təlim üsulları şagirddə problem həll etmə, tənqidi düşünmə bacarıqlarını inkişaf etdirir. Yəni qeyd etdiyim kimi biz cədvəldə doğrudan doğruları götürməliyik, yanlışdan da səhvləri varsa götürürük, yoxdursa götürmürük. Verilmiş situasiyaları şagirddə formalaşdırdığı kompetensiyalarla uyğunlaşdırın. Kiber təhlükəsizliyi ilə bağlı məlumat topla, təqdimat et. Baxın, bu rəqəmsal savadlılıq kompetensiyasına aiddir. 1B. Şagirdlərdən əsas fikirləri müəyyənləşdirərək məzmunla bağlı fikirlərini ifadə etməsini istəyirik. Bu, savadlılıq kompetensiyasına aiddir. Məktəbin həyətində ağacların az olduğunu görən şagird məktəb rəhbərliyinə təkliflə müraciət edir, fəal vətəndaş olmasını göstərir. 3-də C-dir. B, A, C. Y variantı. Belə əziz müəllimlər, sualların izahı bitdi. Dinlədiyiniz üçün sizə təşəkkür edirəm. Sağ olun, növbəti dərslərdə görüşərik.